Hə, Kuveyt demişkən, qısa qoyun Kuveytdən tarixçəmi danışım. Mən Kuveytə getmişəm. O Pakistan məhəlləsində zadda qalamda 2-3 günlük getmişəm, qayıdacam. Oraya sözüm getməmişəm. Əmi getmişdi, onunla getmişdim. Bəli, getmişəm ola. Dedim qoy bir çıxım adi şəhərə fırlanım da. Bilin, bizim Pakilər gördüm. Yaxşıca dilənirlər da. Belə deyirlər, maşından pul alırlar. Getdim dedim, abi siz bu kadar işləyirsiniz, bu kadar şey eləyirsiniz, nə qədərdir vaxtınız? Dedi qadın abi, mən gündə 1 saat zad işləyirəm. Tərcümə eləyirəm də, türkcə danışdıq. Tək türkcə deməyim sizə. Dedi, gündə 5 saat zad işləyirəm. Qayıtdım dedim ki, niyə 1 saat bəsdir sənə günlük? Nə qədər qazansan ki? Böyle bir daha rəqəm dedi. 3000 dedi, 4000 dedi, 5000 dedi aylıq. Amma şey dedi. Yəni Kuveyt standartına görə 4 tutmuşdur da sükərlərdə. Haqqım məndən zəhləsi gir. Ha dedi amma Kuveyt standartına görə aşağıdır da. Belə baxdım əslində düz deyil. Yəni dilənmə ilə 4000-5000 aşağıdır Kuveytdə. Yəni sonra mən də köynəyimin bir cılığını cıldım üstə. Qaka qoymayacaqlar danışım. Hə köynəyimin bir üst tərəfini cıldım, başladım dilənməyə. 5 dəqiqə, 10 dəqiqə gediləm normalni ingiliscə danışmağa çalışıram. İngiliscə danışanda vermirlər də. Qaka dedi ki, ay uşaq, ingiliscə danışma. Elə verəcəklər. Getdim elə toşnu elə. Elədim, əlimi də açdım. Əlimə bir dənə 200'lük verdi, çıxdı, getdi xiyar. Maşından dilənmişdim. O pişqaqa çox gözəl yer idi. Getdi elə o pulla da özümüzə dönəl aldıq yer.